egoist bir insan olmuşam istifadə vaxtı. Özümdən başqa heç kimi düşünən biri olmamışam. Ən yaxşısını özüm üçün. Evdə tək uşaq deyiləm, amma istəyirdim ki, onlara yox mənə olsun da. Burada proqram sayəsində egoizm üstündə də işlədim. Mənəviyyatımı artıra valideynimə qulluq edirlər. Bu ilk aylarda deyirdim ki, anamın borcu da eləməlidir. Amma indi evə gedib gəlirəm. Yuxudan istəyir çalışıram anamdan tez durum. Nə bilim, ona qulluq edeyim, yeməyi düzəldim və yaxud da evi yığışdırım. Hansı ki, əvvəl məni döyə-döyə evi yığışdıra bilmirdi də. Özümə sığışdırmırdım ki, anam deyir ki, dur evi yığışdır. Deyirdim ki, mən niyə yığışdırmalıyam? Dünyaya gətirmisən məni, evləri yığışdır da, sənə analıq borcun. Amma indi burada bu prosesi keçə-keçə disiplində anladım ki, yəni anam da ən azından bizə nə qədər qulluq edibsə, artıq mənim ona qulluq edəcək yaşdayam, mühəttəyəm. Egoizmlə belə işlədim və düşündüm ki, dünya mənim ətrafımda dönməli deyilcəm. Mən də ən azından evdəkilərə və məni sevən, dəyər verən insanlara dəstək olmalıyam. Bir sözlə xoşbəxt olmaq istəyirsənsə, xoşbəxt etməlisən.